Missiya Media qrupunun Qardaşlar Mebelin baş sponsorluğu və Zeyid Döyüş Mərkəzinin təşkilatçılığı ilə dekabrın 20-sində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş MMA döyüş növü üzrə peşəkar turnir təşkil olunub. Missiyas xəbər verir ki, yarış Sərhədçi İdman kompleksində keçirilib. Tədbirin açılış mərasimində ictimaiyyət nümayəndələri, federasiya prezidentləri, peşəkar idmançılar və rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə dövlət himni səsləndirilib və şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Zeyid Döyüş Mərkəzinin prezidenti Emin Əliyev bildirib ki, ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Bakı şəhəri 2026-cı il üçün dünya idmanının paytaxtı elan edilib. O tədbirin təşkilində göstərilən dəstəyə görə Zeyid Döyüş Mərkəzinin təsisçisi Əli Əsgərova, həmçinin MMA və Grappling Federasiyasının prezidenti Azad Əsgərova təşəkkürünü bildirib. Əli Əsgərov isə idmanın inkişafına verdiyi töhfələrə görə Azərbaycanın Kaneo və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovu təltif edib. Tədbirdə Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar İskəndərov idmanın ölkə inkişafında, xüsusilə gənclərin sağlam fiziki və mənəvi formalaşmasında mühüm rol oynadığını qeyd ediblər. Turnirdə 22 idmançı iştirak edib və ümumilikdə 11 döyüş baş tutub. Yarışın sonunda idmançılara müxtəlif məbləğlərdə pul mükafatları təqdim olunub. Qalib idmançı isə kubok və digər təltifnamələrlə mükafatlandırılıb. Döyüş Mərkəzinin şüarı məhz belədir. Ən sevmədiyimiz idman növü belə pis vərdişlərdən yaxşıdır. Yəni biz bütün gənclərimizi, uşaqlarımızı, yeniyetmələrimizi pis vərdişlərdən uzaq tutmaq üçün müəyyən addımlar atırıq. İnanırıq ki, bu da uğurlu idman siyasətimizdir. Mərkəzin fəaliyyəti Azərbaycanda MMA döyüşlərini keçirməkdən ibarətdir. Təbii ki, sağlam bədəndə, sağlam ruh devizi ilə biz də gənclərimizi idmana təşviq etməyə çalışırıq. Bizim məqsədimiz Azərbaycanda MMA döyüş növünə marağı artırmaq və həmçinin bu döyüş növünü professional şəkildə həyata keçirməkdir. Bir neçə ölkələrdə keçirilən MMA üzrə belə deyək də döyüş növləri üzrə yarışlar var ki, mən deyərdim ki, onların heç birindən geriyə qalmır bugünkü yarış. Ölkəmiz adına, ölkəmizin idmanının uğurudur. Belə yarışların keçirilməyi istər MMA üzrə, istər digər idman növləri üzrə nə qədər çox keçirilərsə, bir o qədər yaxşıdır. Seyranə Quliyeva, Çingiz Abdullayev, Heydər Həsənli, Missiya TV.